Salam, hər vaxtınız xeyir. 14 nömrəli sınağa baxaq. 7-ci sualda burada bizə veribdi usually, sadə indiki zamanı, zaman zərf, həm də do ilə sual veribdi. Deməli, biz burada sadə indiki zamanda feil işlədəcəyik. Cavabımız olur Y bəndi. 8-ci sualda advice sayıla bilməyən isimdir. Sayıla bilməyən isim cəmlənə bilməz heç vaxt. Ona görə cəm formada işlənənləri çıxırıq. Article-la işlənməz. Çıxırıq, qalırıq B ilə D bəndi arasında. Deyir, Mr. Thomasdan xahiş et, o ağıllı adamdır və sənə bəzi yaxşı məsləhətlər verə bilər, məsləhət verə bilər. Amma B bəndi olsaydı, üzr istəyirəm, C bəndi yox, burada D bəndi. B bəndi olsaydı, onda cavabımız olacaqdı, ağıllı adamdır, amma sənə məsləhət verməz. Tərcümə ilə cavabımız olur D bəndi. Sonra 9-cu sualda birinci və sonuncuya baxırıq bu cür birləşmələrdə. Many özündən sonra cəm isim istəyir, clauses cəmdir deyə olar. Much sayıla bilməyən isim istəyir. Burada isə cəmlənib olmaz. Much sayıla bilməyən isim istəyirdi. News sayıla bilmir, olar. Many'dən sonra cəm isim gəlməlidir. Burada inspectors cəmlənməli idi. Cavab olur 1-3 Y bəndi. 10-cu sualda əgər not only but olsa varsa, burada qayıdış əvəzliyini not only-dən sonra gələn bu ismə görə veririk. Azərbaycana görə veririk itself. Burada yazaq itself. Digər tərəfdə isə boşluqdan sonra isim gəldiyinə görə it's, s bitişik formada veririk. Cavabımız olur Y bəndi. Sonra 11-ci sualda özündən sonra isim istəyən, deməli, ol da istəmirdi, ol da özündən sonra zən tələb eləyirdi, eldest ola bilər, youngest, younger da ola bilər. Onda keçək ikinci tərəfə. Burada zən var, müqayisə dərəcəsi istəyir. Hər biri də müqayisə dərəcəsindədir. Onlar ancaq tərcümə ilə eləyə bilərik. Məsələn, B bəndində deyir ki, mənim ailədə ən böyük qardaşım pilotdur. O məndən 3 yaş gəncdir. Bu tərcüməsi heç uyğun gəlmir. Tutaq ki, C-ni versə, deyir, mənim ən gənc qardaşım pilotdur və məndən 3 yaş böyükdür. Yox, ən gənc isə necə böyük ola bilər? D bəndi, mənim ən böyük qardaşım pilotdur və məndən 3 yaş böyükdür. Elə cavabımız olur D bəndi. Sonra 12-ci sualda bank sözü işlənəcək Z artiklı ilə, money sözü pul sözü sayıla bilmədiyinə görə artikl vermirik. Cavab olur Y bəndi. Sonra burada mürəkkəb tamamlıq qaydasıdır. Burada tamamlığımız gəlib, özündən sonra it sadə feil gəlibdi. Ya da bu cür qaydada da eləyə bilərik biz bunu. Dokda mübtədamız təkdədir deyə xəbəri təkdə verməliyik. Yəni make yox, makes olmalı idi. Making sadə formada işlənə bilmir, gərək qarşısında to be'nin forması olaydı. Is making davam edici zamanda verməyimiz düzgün gəlmir. Has made də həmçinin məna baxımından uyğun gəlmir. Çünki has participle to bizə mənası belə olur ki, hadisə keçmiş zamanda baş verir, sadəcə nəticəsi indiki zamanla əlaqəli olur. Burada isə cümlədə sadəcə deyir ki, həkim yaralı əskərləri məcbur etdi ki, öz sıyıqlarını yesinlər. Bu sadə keçmiş zamanda baş verən bir hərəkətdir. Ona görə burada sadə keçmiş zaman istifadə edirik. Sonra burada zaman qaydası when'dən sonra, tutaq ki, sadə keçmiş vermişiksə, burada da keçmiş zaman olmalı idi. 2 doğru olacaq. İndiki zamanda burada keçmiş verib yanlışdır. Keçmişə keçmiş bitmiş verib doğrudur. Cavab olur 2 və 4. Sonra 15-ci sualda boşluqdan sonra to veribdi. Will'in B'si yoxdur. Must'dan sonra to işlənməz. Can'dən sonra da, should'dan sonra da to gəlməz. Cavab qalır E bəndi. 16-cı sualda doesn't sual vermişiksə visitin axırındakı S düşməli idi. Your friend təkdədir deyə burada do yox, does olmalı idi. Sadə feil vermişiksə biz feilə to be ilə yox, do, does ilə sual verməliyik. Yəni burada da olmalı idi does. Did ilə sual verdikdə isə feilin axırından edi düşməlidir. Ona görə cavabımız olur A bəndi. 17-ci sualda. Deməli, 17-ci sualda monument işlənəcək to ilə, yəni ki, böyük şair Nizami Gəncəvinin abidəsi. In the middle of the square, meydanın ortasında.
Ona görə cavabımız olur C bəndi. Extremely good. Çox yaxşı olacaq fabulous. Easy to see or understand. Başa düşmək və ya da görmək asan olan bir şey. Bu plain sadə sözüdür. Çox pis olan isə dreadful, yəni dəhşətli sözüdür. C, A, B cavabımız olur D bəndi. 19-cu suala baxaq. 19-cu sualda mübtəda xəbər uzlaşmasıdır. Mübtədamız bu hissədir. Of-a qədər baxacaq. Bowls cəmdir, xəbəri cəm verib doğrudur. Porridge burada sayıla bilməyən isimdir. Have yox, has olmalı idi. Z tipli cümlədə ilk gələn ismə baxırdıq. Yəni a lot of porridge təkdədir, xəbər təkdə verib doğrudur. Some of-da isə isminə baxırdıq, isim təkdə deyə. Burada xəbərimiz were yox, was olmalıdır. Ona görə cavabımız olur 1-3, yəni B bəndi. Məhsulda istəyir cümləni. Have varsa have been, has been axtarırıq. Burada var, burada da var. İrdi qalanında yoxdur. Və have-lə has-in fərqi odur ki, cümlənin mübtədasına baxırıq. Mübtəda progress, onu qoşası təkdir deyə xəbərimiz də olur təkdə, yəni cavab olur A bəndi. 21-ci sualda lots of deməli many-dən sonra cəm isim gəlməlidir deyə D bəndi olmaz. Burada sayıla bilməyən isim gəlibdir. Only-dən sonra ya a few olur, ya a little olur. Ona görə bütün variantlar çıxırıq. C və E bəndi qalır. Information isə sayıla bilməyən isim olduğuna görə elə ikinci tərəfdə də a little götürürük. Cavabımız olur C bəndi. 22-ci sualda bizdən antonim cütlüyünü soruşur. Deməli, able bacarıqlı, incapable bacarıqsız bu antonimdə olar. Tight, dar, loose, boş, gen olar. Bir də dip, dərin, shallow, dayaz. 1, 3, 4 cavabımız olacaq C bəndi. Baxaq mətnimizin tərcüməsinə. Çin yeni ili ən vacib bayramlardan biridir Çin kalendarında. Yeni il başlayır yanvarın 21-i və fevralın 20-si aralığında. Bayram başlayır ikinci yeni ay ilə, beginning o qışın, yəni dekabrın 21-nin başlanğıcından sonra və davam edir növbəti full moon, bütöv ay çıxana qədər. Çinlilər adlandırırlar onların illərini 12 müxtəlif heyvanların adına. Sıçan, öküz, pələng, dovşan, əjdaha, ilan, at, qoyun, meymun, xoruz, it və donuz ili olaraq. Bəzi insanlar inanırlar ki, insanların şəxsiyyəti və xarakteri asılıdır ilin heyvanlarından, yəni onların doğulduğu ilin heyvanlarından. Çinlilər yeni ili qeyd edirlər. Növbəti heyvanın ilinin başlaması ilə donuz ilindən sonra 12 ilin dövriyyəsi yenidən başlanır sıçan ili ilə. Yeni il ərəfəsində insanlar köhnə ili yola salır və yeni ili qarşılayırlar. Gecə yarısında insanlar açırlar öz qapılarını və pəncərələrini ki, köhnə il geçsin. Yeni ildə uşaqlar və yetkin insanlar, kimlər ki evli deyirlər, zərf əldə edirlər içərisində pul ilə. Bu isə yeni ildə var dövlətin və uğurun simvoludur. 23-cü sualda mətnin nə barəsində olduğunu soruşur bizdən. Cavabımız burada B bəndidir ki, Çində yeni il ənənələri. Sonra 24-cü sualda bizdən doğru variantı soruşur. A bəndində deyir ki, Çinlilər adlandırırlar öz illərini 12 heyvanın adına, ilə cavabımız olur A bəndi. 25-ci sualda isə deyir ki, yeni ilin müddəti nə qədərdir? Çin yeni ilinin. Burada deməli cavabımız bu hissə olur ki, deməli yeni il başlayırdı 21 yanvar və 20 fevral aralığında, yəni təxminən bir ay çəkirdi. Onda baxaq görək cavabımız burada nə olacaq. Təxminən 21 gün, təxminən 24 gün, 23 gün, 4 həftə və 2 həftə. Təbii ki 4 həftə olur, yəni təxminən bir ay çəkir.
Sonra 26-cı sualda celebrations. Deməli, bayram başlanırdı 3-cü yeni ay ilə. Bu yanlışdır. Deməli, burada göstərirdi ki, ikinci yeni ay ilə başlanırdı, üçüncü yox. Ona görə bir səhvdir. İkinci cümlədə deyir ki, ikinci yeni ay ilə başlanır, bu düzdür. Üçdə deyir ki, yarım aya qədər davam edir, amma orada full moon idi. Cavab olacaq 4. Həmin hissəni də göstərim sizə. Deməli, burada göstərir ki, davam edir növbəti full moon, yəni bütöv ay görünənə qədər. Sonra 27-ci sualda burada deyir ki, ən azından 3 cümlə yazmaq lazımdır. Yəni bizdən qısa esse istəyir öz fikrimizi ifadə edən. Necə insanlar qeyd edirlər yeni ili Azərbaycanda. İndi bu cümləyə, bu suala aid öz essemi göstərim. Azərbaycanda insanlar qeyd edirlər yeni ili böyük sevinclə. Ailələr bəzəyirlər yeni il ağacını, hazırlayırlar dadlı yeməklər. Dekabrın 31-i gecəsi insanlar izləyirlər konsertləri televizorlarda və öz ailələri ilə vaxt keçirirlər. Gecə yarısı onlar qeyd edirlər yeni ili atəşfəşanlıqla və xoş arzularla, yaxşı arzularla. Uşaqlar da həmçinin Santa Clausdan hədiyyələr əldə edirlər. Baxaq 28-ci suala. Burada isə sualın ardını, cümlənin ardını tamamlamadı və ən azından 2 sözü dəyişməliyik. Qırmızı zərflər, içərisində pul olan qırmızı zərflər yeni ildə. Bu isə mətndə tapaq. Cümləmizin davamı ən sonuncu cümlədir. Symbol of luck and wealth in the new year. Luck sözünü, uğur, şans sözünü məsələn əvəzləyə bilərik. Yaxşı gələcək olaraq, yəni good fortune. Wealth sözünü isə prosperity sözü ilə əvəzləmək olar. Yəni ki, yeni ildə yaxşı və çiçəklənən bir gələcəyi simvolizə edir mənasında. Sonra 29-cu sualda isə bu sözün yaxın mənalısı istəyir paragraf 1-də. Significant sözü önəmli deməkdir. Birinci paragrafda isə önəmli sözünün sinonimi olur important, yəni vacib sözü. 30-cu sualda isə not the same, eyni olmayan sözünün ikinci paragrafda mənası eyni olmayan. Bu da ola bilər. Cavabımız different, yəni fərqli, müxtəlif sözü.